Daniel 12-ci fəsil. Axır zaman. O vaxt xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan bəri olmamış əzablı vaxt gələcək. O vaxt sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvaçılıq üçün oyanacaq. Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salihliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq. Amma sən ey Daniel, axır zamana qədər bu sözləri sir saxla və bu kitabı möhürlə. Çox adam özünü ora-bura vuracaq və bilik artacaq. Onda mən Daniel gördüm ki, başqa iki adam. Biri çayın bu tayında, biri isə çayın o tayında durub. Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: Bu əcaib hadisələrin sonu nə vaxt olacaq? Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb, əbədi yaşayanın adına and içdi. Bir vaxt, vaxtlar və yarım vaxt keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq. Mən bunu eşitdim, amma başa düşməyib soruşdum. Ey ağam, bəs bunların nəticəsi necə olacaq? O cavab verdi. Get ey Daniel, çünki bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaq. Çoxları paşlanıb, ləkəsiz və təmiz olacaq. Pis adamlarsa şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək. Ağıllı adamlarsa başa düşəcək. Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan 1290 gün keçəcək. Gözləyib 1335 günə yetişən nə bəxtiyardır. Sənsə öz aqibətinə qədər yaşa. Çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan.